Aha, iqlim qurşaqlarından danışırıq. Deməli, 13 iqlim qurşağı var. 6-sı keçid, 7-si əsas. Bu bir ilə göstərilənlər ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subarktik, arktik. Atlaslı iqlim qurşaqları xəritəsini açırsınız bu xəritəni və buradan baxırsınız. Adları nömrə ilə verilir. Baxın, ekvatorial, subekvatorial bu şəkildə yazılır. Altından da yarım tipləri yazılır. Məsəl üçün, baxın, tropikin yarım tipi var, subtropikin var, mülayimin var. Amma ekvatorialın, subekvatorialın yarım tipi yoxdur. Bir də ki, uşaqlar, subular, keçid iqlim qurşaqlardır, subla başlayanlar. Yəni ki, burada iki iqlimin xüsusiyyətləri var. Həm ekvatorialın, həm tropikin. Subtropikdə həm mülayimin, həm tropikin xüsusiyyətləri var. Yəni, həmin əsas iqlim qurşaqlarının hava kütlələri burada deməli, yayda, qışda təsir göstərir. İndi danışacağım necə. Deməli, gəlin indi buradan baxaq. Mən sizə xırdalayım vəziyyəti. Görək, nə var, nə yox. Baxın, bu qırmızılar ekvatorial iqlim qurşağını göstərir. Ekvatorial iqlim qurşağının diaqramı budur. Burada fəsil anlayışı müşahidə olunmur. Yəni ki, yay-qış söhbəti yoxdur. Hər zaman temperatur yüksəkdir. Hər gün yağış yağır. Yəni, həmişə yaydır, belə deyək. Burada bu diaqram nəyi ifadə edir? Kənarda verilən bu rəqəmlər temperaturdur. Bu da temperaturun illik səviyyəsidir. Görürsünüz, il boyu demək olar ki, dəyişməyibdir. Bu göylə verilənlər yağışdır, yağıntıdır. Burada verilənlər də aylardır. İlin ayları, yanvar, fevral, gəlir düz dekabra qədər. Görürük ki, ilin ayları üzrə yağıntı demək olar ki, bərabər paylanıbdır. Temperatur demək olar ki, stabil qalıbdır. Çünki burada dedik axı, fəsil anlayışı yoxdur. İl boyu yağıntısı çoxdur, temperaturu çoxdur. Gəlin, baxaq, hansı ərazilərdə yayılıbdır. Bura Cənubi Amerikadır. Burada bax, bu hissə Amazon ovalığıdır. Bura Afrikada hansı ərazilərdir? Kongo çökəkliyidir. Qvineya körfəzidir bura. Bura Qvineya körfəzinin ətrafıdır. Sonra burada Şri-Lanka adasıdır, görürük. Sonra Malakkanın bir hissəsidir. Sonra burada ekvatorialda deməli, Kalimantan, Sumatra, Sulawesi adaları tamamilə ekvatorial iqlim qurşağındadır. Yavanın bir hissəsi, Yeni Qvineyanın bir hissəsi də ekvatoriala düşür. Aha, bu belə. Sonra keçək, danışaq nəydən? Bunun xüsusiyyətlərindən. Deməli, il boyu ekvatorial hava kütlələri dedik, hakim olur, il boyu. İl boyu isti rütubətli hava. Sonra fəsil növbələşməsi yoxdur. İllik sutkalıq amplitud aşağıdır. Amplitud nə idi? Yay-qış temperaturunun fərqi demək idi. Gecə-gündüz temperaturunun fərqi demək idi. Burada da fərq yoxdur. Kimyəvi üzvə aşınma səciyyəvidir. Kimyəvi aşınma nə idi? Suxurların suda həll olması, üzvə aşınma isə bitki heyvan qalıqlarının suxurları parçalaması idi. Burada həm su çoxdur, ona görə kimyəvi aşınma var, həm bitki heyvan qalıqları çoxdur, ona görə üzvə aşınma var. Orta temperaturda 24-28 Selsidən çox olur. Yağıntı da ki 2000 mm-dir. Və bir yerə qeyd eləyin ki, deməli, rütubətlənmə əmsalı deməli vahiddən böyükdür. Sonra iqlim tiplərinə bölünmür, ərazilərini danışdıq. Burada da şəhərləri qeyd olunubdur. Danışırıq indi subekvatorial iqlim qurşağından. Mən bayaq videonu bir dəfə çəkirdim, yarımçıq qalıb deyə. Burada yazılarım qalıb. Aha. Deməli, uşaqlar, subekvatorial iqlim qurşağına fikir veririk. Ekvatorialın şimalında və cənubunda yayılıbdır. Baxaq, şimalda hansı ərazilərdir Cənubi Amerikada? Cənubi Amerikanın şimalında Orinoco ovalığıdır, Gviana yaylasıdır. Burada Braziliya yaylasıdır, Çad gölü əraziləridir. Somali yarımadası, Şərqi Afrika yaylası, Efiopiya yaylası buraları əhatə eləyir. Burada haraları əhatə eləyir? Bura bax, Hindistan yarımadasıdır. Bura Hindiçindir, Malakkanın bir hissəsi düşür subekvatoriala. Sonra canım desin sizə, burada Filippinin bir hissəsi düşür. Burada Arnhem-Land, Cape York yarımadaları, Yeni Qvineyanın bir hissəsi düşür. Gəlin diaqramlarına nəzər salaq. Deməli, subekvatorial iqlim qurşağı həm şimal yarımkürəsində var, həm cənub yarımkürəsində var, gördüyümüz kimi. Şimal yarımkürəsində yağıntını alır. Bax, əsas məsələ budur. Bütün testlərdə qarşınıza bu çıxacaq. Bunu yaxşı yadda saxlayırsınız. Demək, uşaqlar, şimal yarımkürəsində yağıntını alır iyun, iyul, avqust ayları.
Cənub yarımkürəsində yağıntını alır dekabr, fevral ayları. Burada iki fəsil var. Yay fəsli, qış fəsli. Yay ilə qışın fərqi nədir? Hər ikisi isti keçir. Fərq odur ki, yayda yağış yağır, qışda yağış yağmır. Qışı quraq keçən isti iqlimdir, yay isə rütubətli keçən isti iqlimdir. Əsas məsələ bu cümləni yadda saxlayın. Şimal yarımkürəsində, yəni Orinoco, Gviyana, Efiopiyadır, Somalidir, Hindistandır, Hindiçindir. Bu ərazilər yağıntını alır iyun-iyul avqust aylarında. Arnhem Land, Cape York, Yeni Gvineyadır, burada Madaqaskarın şimalıdır, Braziliyadır. Bunlar yağıntını alır dekabr, yanvar, fevral aylarında. Bax, subekvatorialın 2 dənə diaqramı var. Bir-birindən fərqi nədir? Təbii ki, yağıntısıdır. Birində yay ayları görürsünüz, yağıntı var. Birində gördüyümüz kimi qış ayları yağıntı düşmüşdür. Aha, bu da belə. 2 dənə iqlim mövcud oldu, iqlim tipi yoxdur, 2 fəsil var dedik. Yay, qış, rütubət fərqi var. Hə, belə. Sonra keçdik tropikdən danışmağa uşaqlar. Tropik iqlim qurşağı, bax bu sarı əraziləri əhatə eləyir. Bax buraları. Şimalda buralar haradır? Bax, bura Kaliforniya yarımadası, Florida yarımadası, burada Yukatandır, bura Meksika yaylasıdır. Yəni bir sözlə Mərkəzi Amerika. Burada haraları görürük? Böyük səhranı görürük, Ərəbistanı, Cənubi İranın cənub hissələrini görürük ki, bunları əhatə eləyir. Cənubda haraları görürük? Bax, Madaqaskarın cənub hissəsidir. Bura Mozambik boğazı tərəflərdir. Burada deməli Namib, Kalahari səhralarıdır. Burada Avstraliyanın səhraları var idi. Hibson, Sipson, Böyük Viktoriya, Böyük qumlu səhralar. Sonra bax buralar Avstraliyanın şərqi. Burada Atakama səhrası tərəflər. Braziliyanın da bir hissəsi düşür tropik iqlim qurşağına. Baxaq görək tropik haqqında nə öyrənirik. Yağıntılarına fikir verək uşaqlar. Görürsünüz ki, yağıntı demək olar ki, yoxdur. Və iqliminə fikir versək temperaturuna. Temperaturu da ki, yüksəkdir. Yağıntı yoxdur, temperaturu da yüksəkdir. Aha, il boyu tropik hava kütlələri hakim olur. Rütubətli tropik və tropik səhra tiplərinə bölünür. 2 dənə tipi var uşaqlar tropikin. Birində yağış yağır, birində yağmır. Rütubətli tropik iqlimdə il boyu rütubətli hava müşahidə olunur. Tropik səhra iqlimində il boyu quraq havadır. Yaranmasının əsas səbəbi materikin sahillərindən keçən isti-soyuq cərəyanların təsiridir. İndi o biri xəritədə başa salacağım necə. 2 fəsil var. Fiziki aşınma dedik ki, ekvatorial ərazilərdə üzvi və kimyəvi aşınma üstündür. Səhralarda fiziki aşınma. Kontinental tipdə sutkalıq temperatur amplitudu 40 dərəcəyə çatır. Kontinentallıq harda daha çoxdur? Günlük kontinentallıq, günlük amplitud səhralarda. Günüz çox temperatur qalxır 40-a 50-yə, gecə düşür mənfiyə. Səbəbi nə idi bunun? Səbəbi odur ki, səhralarda bulud yoxdur. Bulud olmadığına görə də hava günüz çox qızır, gecə çox soyuyur. Mümkün buxarlanma 2000 mm-ə çatır. Qabiliyyət çoxdur, amma su yoxdur. Baxın, yağıntı görürsünüz nə qədər azdır. 50/100. Rütubətli tropikdə orta illik yağıntı 2000 mm-ə çatır. Baxın, tropikin 2 dənə tipi oldu. Rütubətlisi, qurusu. Rütubətlidə yağıntı çoxdur, amma quruda yağıntı yoxdur. Rütubətlənmə əmsalı vahiddən kiçik olacaq. Yuxarıda olacaq 200 mm yağıntı, aşağıda olacaq 2000 mm qabiliyyət. Gördünüz, vahiddən kiçik oldu. İndi baxaq, tropikin dənizi ancaq cənub yarımkürəsindədir, bərabər yağıntılı tropik. Bu da, deməli, daha doğrusu həm cənubda var, həm şimalda. Bu iqlim diaqramı ancaq cənub yarımkürəsindədir. Yəni, belə olanda diaqram, bilin ki, cənub yarımkürəsidir. Bu isə şimal yarımkürəsindədir. Gəlin baxaq. Bir dənə bu birisi xəritədə də göstərim sizə. Deməli, bax burada göstərək. Tropik iqlim qurşağı idi. Bax, bu sarı yerlər. Bax, tropikin tiplərinə fikir verin. 2 dənə tipi oldu. Səhra rütubətli. A yazılan səhradır, B yazılan rütubətlidir. A yazılan görürsünüz haralardadır. Materiklərin qərbində, sol tərəfdə. Materiklərin qərbi. Baxın, hamısında qərb tərəfdədir. Bunun səbəbi nədir, uşaqlar? Bütün materiklərin qərbindən nə keçirdi? Soyuq cərəyanlar. Soyuq cərəyanlar quraqlıq yaradır. Şərqdən keçən isti cərəyanlar rütubət yaradır. Deməli, burada
Braziliya cərəyanıdır. Burada Mozambikdir, iynədir. Burada Şərqi Avstraliyadır. Bunlar isti cərəyandır. Ona görə bu tərəflər tropikin yağıntılısıdır. Sol tərəflər 4-3A yazılanlar tropikin səhrasıdır. Həqiqətən burada səhralar var. Atakamadır, Namibdir, Kalaharidir. Afrikada burada. Buradakı böyük qumlu Victoria, Hibsondur, Sipsondur. Burada Sonor səhrası var. Belə. Bu da oldu tropik iqlimimiz bizim şimal yarımkürəsində və cənub yarımkürəsində. İndi əsas məsələ bir dənə şeyə qeyd edeyim. Baxın, bura Mərkəzi Amerikadır. Burada deməli baş verir. Mərkəzi Amerikada tropikin rütubətli tipi hakimdir və il boyu yağıntılı ərazidir həmin yerlər. Floridadır, Yukatandır, Mərkəzi Amerikada West Hind adalarıdır. Yəni ki, Kuba, Haiti, Yamayka, Puerto Rico bu adalar, yəni ki, böyük Antil adaları. Tropikin rütubətlisindədir. Bax, bunu bir yerə qeyd eləyin. Bu testlər çox düşür. Bu ərazi tropikin rütubətlisidir. Buralar tropikin qurusudur. Aha. Bu da bizim oldu tropik iqlim qurşağımız haqqında məlumat. İndi keçək nəyə? Subtropikə. Danışırıq subtropikdən. PDF-imiz yoxa çıxdı. Bir dəqiqə. Daxil olun bura. Baxaq. Danışdıq tropikdən. Burada tropikin deməli dənizidir. Gördüyümüz kimi yağıntısı çoxdur. Tropikin səhralarında isə görürsünüz ki, burada yağıntı yoxdur. Keçirik indi subtropik iqlim qurşağı haqqında danışmağa uşaqlar. Bu çox vacibdir. Subtropiklə mülayimin hərəsinin 4 dənə tipi var və ən vacib iqlim qurşaqlarıdır. Çünki bunların tipləri biraz qarışıqdır. İndi diqqətlə dinləyirsiniz. Subtropik iqlim qurşağı şimal yarımkürəsində gördüyümüz kimi tam zolaq təşkil eləyir. Bir dənə onu demədim bayaq. Tropik iqlim qurşağı zolaq təşkil eləmir. Görürsünüz? Gəlir burada Tar səhrasında qırılır. Bax, deməli Hindistanla Pakistanın arasında Tar səhrasıdır. Tar səhrasında tropik qırılır. Niyə qırılır? Çünki demişdik ki, Asiya ilə Sakit Okean arasında musson küləkləri əsir. O da özü ilə yayda rütubətli hava gətirir. O rütubətli hava da gəlir burada tropik havanın qarşısını kəsir. Kəsdiyinə görə Tar səhrası, bax bu cümlələrimi qeyd edeyim bir yerə. Tar səhrasında tropik iqlim qırılır. Çünki musson hava kütlələri təsir göstərir. Sonra qeyd edin. Tropik iqlim qurşağı şimal yarımkürəsində və Avrasiya materikində zolaq təşkil eləmir. Gördüyünüz kimi gəldi, nə şimal yarımkürəsində zolaq yaratmır, nə Avrasiya materikində gəlir, burada dayanır. Amma subekvatorial iqlim qurşağına fikir verin, subekvatorial. Yazın ki, subekvatorial iqlim qurşağı şimal yarımkürəsində zolaq təşkil eləyir, görürsünüz axıra kimi gəlibdir. Amma Asiya qitəsində zolaq təşkil eləmir, Tar səhrasına qədərdir. Sonra dediklərimi qeyd edin, çox vacibdir uşaqlar. Deməli, yazın ki, tropik iqlim qurşağı Asiyada zolaq yaratmadığına görə 2 dənə keçid iqlim qurşağı burada yanaşı gəlibdir. Bax, bu sarı subtropikdir. Bu isə subekvatorialdır. Subekvatorialla subtropik Asiyada yanaşı gəlir. Normalda necə olmalı idi? Bir əsas, bir keçid. Amma burada 2 dənə keçid iqlim qurşağı yanaşıdır. Bütün testlərdə bu cümlələri görəcəksiniz. Keçid iqlim qurşaqları hansı qitədə yanaşıdır? Asiya qitəsində. Niyə yanaşıdır? Çünki tropik iqlim orada zolaq yaratmır. Tropik iqlim qurşağı həm şimal yarımkürəsində zolaq təşkil eləmir, həm Asiya qitəsində. Subekvatorial iqlim qurşağı şimalda zolaq yaradır, Asiya qitəsində, Tar səhrasında qırılır. Aha, bunları qeyd edin. Bütün testlərdə qabağınıza çıxacaq. İndi isə gəlin subtropikin yayıldığı əraziləri sizə göstərim. Baxın, uşaqlar, birinci onu deyək ki, 4 dənə tipi var. Subtropikin 4 dənə tipi var. Aralıq dənizi, subtropikin kontinentalı var, subtropikin mussonu var, bərabər rütubətli subtropik iqlim tipi var. Aralıq dənizi iqlim tipi adından da göründüyü kimi Aralıq dənizi hövzəsində yerləşir. Aralıq dənizinin ətrafındadır da, yəni əsasən və bizim iqlim qurşağımızla yaxındır onun xüsusiyyətləri. Bizdə necədir? 4 dənə fəsil müşahidə olunur. Yayda isti, qışda mülayim hava kütləsi üstünlüyü təşkil eləyir.
Daha sonra uşaqlar, baxaq, Aralıq dənizində yağış, məsələn, Aralıq dənizi deyəndə Aran rayonlarını gözünüzün qabağına gətirin. Aralıq dənizi, Aran rayonları. Hə, burada necə olur? Yayda isti quraq, qışda isə yağıntılı və mülayim keçir. Aha, baxın Aralıq dənizinin tipinə, nə görürsünüz? Görürsünüz ki, yay ayları yağış yoxdur. Yay ayları temperatur çoxdur. Nə qədər çoxdur? 20-dən çoxdur. Temperatur qışda mənfiyə düşübdür? Xeyr. Başlayıb görürsünüz müsbət 8-dən 9-dan. Mənfiyə düşmək söhbəti yoxdur. Ümumiyyətlə, bunu da bir yerə qeyd edin uşaqlar. Subtropik iqlim qurşağında yalnız subtropikin kontinentalı mənfiyə düşür. Digər iqlim tipləri müsbətdən başlayır gördüyümüz kimi. Aralıq dənizi haralardadır? Şimali Amerikanın qərbindədir. Bax, buradadır. Sonra haradadır Aralıq dənizi? Cənubi Avropa regionu, buralar. Bir dəqiqə, gəlin sizə o tərəfdə göstərim Aralıq dənizi haqqında. Aha, baxaq, burada daha aydındır, daha yaxşı görünür. Uşaqlar, iqlim tiplərinin rəqəmləri var. Bu rəqəmlərə diqqət edək. Bax, subtropikin rəqəmləri şəkildə görünməyibdir. Gəlin özüm deyim, eybi yox. Bax, 4B yazılan yer var. Bax, bura 4B. Bu 4B Aralıq dənizi iqlim tipidir, buralar. 4A subtropikin kontinentalıdır. 4C subtropikin mussonudur. Ümumiyyətlə, subtropikin 4 dənə tipi var. Aralıq dənizi, kontinental, musson tip və bərabər yağıntılı subtropik tipi. Aralıq dənizi haralarda oldu? Cənubi Avropada, Şimali Afrikada, Amerikanın qərb tərəflərində bu 4B yazılan yerlərdə oldu. Kontinental haralardadır? Bax, gördüyümüz kimi bu ərazilər Mərkəzi Asiyadır, Xəzər dənizinin şərq sahilləridir, sonra İran yaylasının şimal əraziləridir. Musson haradadır? Musson ümumiyyətlə materiklərin şərqində olur. Sakit Okeanın Asiya arasındadır burada, 4C yazılan yerdə. Bura nələrə aid? Yapon adalarının cənubu, Koreya yarımadasının cənubu, Çinin şərqi. Deməli, necə oldu? Aralıq dəniz iqlim tipi, subtropikin kontinentalı, subtropikin mussonu. Bəs subtropikin bərabər rütubətlisi haradadır, müəllim desəniz, ancaq cənub yarımkürəsindədir. Bir yerə qeyd eləyin, zəhmət olmasa, subtropikin bərabər rütubətli tipi ancaq cənub yarımkürəsindədir. Baxın, hansı rəqəmlə göstərilib o? Baxın, 4C. 4C ilə göstərilibdir. Subtropikin bərabər rütubətlisidir. Burada Aralıq dənizidir. 4B, 4B, 4B. 4A yazılan yer Patagoniya yaylası subtropikin kontinentalıdır. Materiklərin, bir dənə də bunu qeyd edin, zəhmət olmasa, yazın ki, subtropikin bərabər rütubətlisi materiklərin şərqindədir, subtropikin Aralıq dənizi materiklərin qərbindədir. İndi yazdınız, indi gəlin bir dənə ümumiləşdirək. Buranın subtropiki, bax, necə oldu? Dedi ki, bərabər yağıntılı materiklərin şərqində. Bax, burada. Buralar haralardır? 3 dənə qita var cənubda. Üçünün də şərq sahilləri subtropikin bərabər rütubətlisidir. 3 qitənin üçünün də sol tərəfləri subtropikin Aralıq dənizidir. Materiklərin orta hissələri, yəni okeandan uzaq ərazilər subtropikin kontinentalına düşür. Aha, indi gəlin davam eləyək. Harada qalmışdıq? Burada. Demək, subtropik iqlim qurşağının yayıldığı əraziləri göstərdik. 4 dənə tipi var, o haqda danışdıq. Aralıq dəniz iqlim diaqramı budur. Kontinental budur, Mərkəzi Asiyada. Sonra burada Amerikanın mərkəzi hissələrində. Burada mənfiyə düşür. Qışda -5, yayda müsbət 25. Sonra musson, subtropikin mussonu yayda yağıntı alır. Çünki demişdik ki, yay ayları Sakit Okeandan materikə əsir hava kütlələri, qışda isə əksinə. Bərabər rütubətli isə gördüyümüz kimi il boyu bərabər yağıntı alıbdır. Xüsusiyyətlərini də buradan özünüz konspektdən oxuyarsınız. Deməli, indi baxaq nə haqda. Nəyi göstərirəm sizə. Keçirik digər çox əsas vacib bölməyə, mülayimə, əsas qurşağımıza. Mülayim iqlim qurşağı, bax bu yaşıl ərazidir və mülayim iqlimin subu yoxdur, keçidi yoxdur, ancaq əsasdır. Mülayimin də subtropik kimi 4 dənə tipi var. Biz yerləşirik mülayimlə subtropik iqlim qurşağında. Hərəsinin 4 tipi var, hərəsinin 4 dənə fəsli var.
Mülayimin tipləri mülayim dəniz, mülayim kontinental, kəskin kontinental, mülayim musson tipləridir. Deməli, baxın, mülayimin dənizi haralarda yayılıb daha çox? Dəniz iqlim tipi əsasən, bax, buradadır. Yəni, bir dəqiqə təmizləyim. Aha, əsasən mülayim dəniz deyəndə ağlınıza gəlsin, qeyd edin bir yerə ki, Qərbi Avropa. Qərbi Avropada nələr var? Bax, aid olanları deyirəm. Böyük Britaniya adası, İrlandiya, Niderlanddır, Belçikadır, Skandinaviya yarımadasının cənubudur. Bunlar mülayim dənizdədir. Bir də Kamçatka yarımadası mülayim dənizdədir. Alyaska ştatı həmçinin burada, Alyaska yarımadası daha doğrusu, Alyaska, Aleut, Newfoundland, Qərbi Avropa, Kamçatka, Kuril adaları, Odlu torpaq, Yeni Zelandiya, burada Yeni Zelandiyanın cənub adası, Şimal adası subtropikə düşür, cənub adası mülayimin dənizinə düşür. Tasmaniya adasının cənubu, bunlar oldu mülayimin dənizi. Bu da mülayim dənizin iqlim diaqramıdır. Deməli, qışda düşübdür mənfiyə, yayda çox isinmir. Temperaturu da mülayimin bütün tiplərində deməli, rütubət əsasən yay aylarında düşür. Sonra yağıntısı 500-600 millidir, qış temperaturu 5-6, yay temperaturu 15-dir. Şərqi Avropa düzənliyini əhatə edir, mülayimin kontinentalı. Böyük düzənlikləri Patagoniyanın. Uşaqlar, mülayimin kontinentalı deyəndə əsasən ağlımıza gəlsin Şərqi Avropa düzənliyi. Bax, buralar Ural dağlarına qədər olan ərazi. Şərqi Avropa düzənliyi. Sonra haralar oldu? Böyük düzənliklər, burada böyük düzənliklər. Burada da Patagoniya yaylası mülayimin kontinentalındadır. Sonra mülayimin kəskinində hansı ərazilərdir? Mülayimin kəskinində Kanadanın şimalıdır, soyuq ərazilər, mərkəzi düzənliklərdir Amerikada. Sibir, Qazaxıstan, Monqolistan, Gobi səhralarını əhatə eləyir. Kəskin kontinentalda gördüyümüz kimi qışda -20, yayda -20. Ümumiyyətlə, dünyanın ən kontinental, ən kəskin iqlimi haradaydı? Sibir ərazisində. Sibirdən başqa Kanadanın şimalı, mərkəzi düzənlik, Qazaxıstan, Monqolistan, Gobi. Mülayimin mussonu isə qeyd edin bir yerə ki, mülayim musson ancaq Asiya qitəsindədir. Asiya ilə Sakit Okean arasındadır. Başqa heç harda yoxdur. Ümumiyyətlə, musson və mezozoy yaşlı ərazilər, yəni mığlar ancaq şimal yarımkürəsindədir. Mülayim musson təkcə Asiyadadır. Subtropikə musson həm Asiyadadır, həm Şimali Amerikadadır. Aha, burada Koreya və Hönsu adasının şimalı, Saxalin və Hokkaido adaları mülayimin mussonundadır. İl boyu mülayim hava kütlələri hakim olur, fəsillər aydın müşahidə olunur, 4 tipə bölündü. Subtropik iqlim qurşağındakı ölkələri burada qeyd edilibdir. Nə əlaqə isə biz danışırıq mülayimlə. Aha, subarktik iqlimlə arktik asantdır. Bunlar haqqında çox söz deməyəcəm uşaqlar. Subarktik iqlim qurşağı gördüyümüz kimi Kanadanın, yəni Şimali Amerikanın şimalıdır. Newfoundland, daha doğrusu Labrador yarımadasının şimalıdır. Burada Baffin torpağıdır. Alyaska ştatıdır. Bu əraziləri əhatə eləyir. Sonra Grenlandiya yarımadasının adasının daha doğrusu cənubudur. Burada Norveç, İsveç, Finlandiyanın şimalıdır, Rusiyanın şimalıdır. İslandiyadır, yerləşir subarktikdə, tamamilə subarktikdə yerləşir üzrə. Belə, bunlar oldu subarktikdə. Xüsusiyyətləri nədir? Yayda mülayim, qışda arktik hava kütlələri hakim olur. Yayda mülayim rütubətli, qış soyuq quru keçir, 2 fəsil. Sublarda ümumiyyətlə 2 fəsildir. Subtropik istisnadır, subtropikdə 4 fəsildir. Əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Əsas məşğuliyyət maralçılıq, xəzləri heyvandarlığıdır. İqlim tiplərinə bölünmür. Bu iqlimdə yerləşən ölkələr Kanada, Rusiya, İslandiya, Reykjavik, yəni İslandiyanın paytaxtı və Rusiyada Murmansk. Subantarktik isə cənub yarımkürəsindəki subarktikdir. Elə bil ki, bu da bu hissələri əhatə edir. Sandviç, Orkney qismən Antarktida yarımadasını. Sonra burada da arktik iqlimdir. Bu da materiklərin şimalını və Antarktika materikini əhatə eləyir. Grenlandiya adasıdır, gördüyümüz kimi. Alyaskadır, burada yuxarıda Alyaskanın şimalıdır. Sibirin şimal əraziləridir və s. Yəni bu əraziləri əhatə eləyir. Arktik iqlimin diaqramı da mənfi görürsünüz 30-a yaxınlaşır. Yayda heç temperatur müsbət 1-2 Selsi olur. Belə.
Bu da bizim iqlim qurşaqlarımız. Bir dənə indi ümumiləşdirsək, bir dənə ümumiləşdirim sizin üçün. Dünyanın fiziki xəritəsini açın. Orada bir dənə göstərim ki, ürəyim rahat olsun. Aha, uşaqlar. Dedik ki, ekvatorial haraları əhatə elədi? Amazonu, bunu biraz qalınlaşdırım. Qaraldım rengində. Aha, ekvatorial Amazonu, Kongonu, sonra burada da Zond adalarını əhatə elədi. Subekvatorial Somalini, Efiopiyanı, Şərqi Afrika yaylasını, Braziliya yaylasını, Orinoco ovalığını, Gviana yaylasını, buraları əhatə elədi. Burada Arnam Lendi, Cape Yorgu, burada Hindistan, Şri-Lankanın şimalını, Hindiçini, Malakkanın şimalını, Filippin adalarının cənubunu əhatə elədi. Yeni Qvineyanın yarısını, Yavanın yarısını, subekvatorial iqlimi əhatə elədi. Subekvatorial iqlim şimal yarımkürəsində iyun-iyul, avqust, cənub yarımkürəsində dekabr, yanvar, fevral aylarında yağıntı qəbul elədi. Ekvatorialda ümumiyyətlə fəsil yoxdur. Subekvatorialda isə deməli 2 fəsil müşahidə olunur. Aha, sonra yuxarıya qalxdıqca buralar tropik iqlim qurşağını əhatə elədi. Tropikin 2 dənə tipi var. Tropik gəldi burada Tar səhrasında qırılır. Çünki buradan bu tərəfdən musson küləkləri gəlir. Deməli, tropik havanın qarşısını kəsir. Tar səhrasında qırılma müşahidə olunur. Tropik iqlim qurşağı şimal yarımkürəsində zolaq yaratmır. Asiya qitəsində zolaq yaratmır. Tropik iqlim qurşağının 2 dənə tipi oldu. Yay, qış, yəni rütubətlisi 2 dənə fəsli oldu. Yay, qışı 2 dənə deməli tipi oldu. Rütubətlisi və qurusu. Rütubətlisi Mərkəzi Amerikada müşahidə olundu. Tropikin səhrası isə səhralarda müşahidə olunur. Sonra tropik həm də cənub yarımkürəsində var. Bax, bu ərazilərdə var. Kalahari, Namibdir, Avstraliyanın səhralarıdır, Atakama səhrasıdır. Bunlar düşür tropikin səhrasına. Sonra uşaqlar subtropikdən danışdıq. Dedik ki, 4 dənə fəsil müşahidə olunur, 4 dənə tipi var. Aralıq dənizi tipi Aralıq dənizin ətrafındakı ərazilərdədir. Yəni Piriney, Apenin, Balkan yarımadalarında, burada da Kiçik Asiya yarımadasındadır. Burada deməli Balear adaları var, Sardiniya, Korsika, Sardiniya, Siciliya adaları, Kirit, Kipr. Buradakı adalar və yarımadalar Afrikanın şimalı Aralıq dənizi iqlim tipində yerləşir. Bundan başqa burada Kaliforniya yarımadası tərəfdə Aralıq dənizi iqlim tipi mövcuddur və cənub yarımkürəsində 3 qitənin 3-ünün də qərb sahilləri subtropikin Aralıq dənizindədir, şərq sahilləri subtropikin bərabər rütubətlisindədir. Bu cümləni qəşəng yadda saxlayırsınız, həmişə sizə lazım olacaq. Bütün qitələrin qərbi, sol tərəfi subtropikin aralığındadır. Bütün qitələrin şərqi subtropikin bərabər rütubətlisindədir burada. Bir dənə qeydimi də deyim sizə, onu bayaq yadımdan çıxıb deməmişəm. Uşaqlar, deməli, baxın, burada Tasman adası ilə Yeni Zelandiya adasının iqlimi eynidir. İkisinin də şimalı subtropikin bərabər rütubətlisidir. İkisinin də cənubu mülayimin dənizidir. Həmişə yağıntılıdır. Həm subtropikin yağıntılısındadır, həm mülayim yağıntılısındadır. Yadda qalar, Tasmaniya ilə Yeni Zelandiyanın iqlimi eynidir. Şimalı subtropikin bərabər yağıntılısındadır, cənubu mülayimin bərabər yağıntılısındadır. Sonra uşaqlar, subtropikin kontinentalı Xəzərin şərqi, Mərkəzi Asiya, İran yaylasının şimalı buraları əhatə elədi. Burada Patagoniya yaylasını əhatə elədi. Burada böyük düzənlikləri əhatə elədi. Subtropikin mussonu ancaq materiklərin şərqindədir. Koreyanın cənubudur. Sonra Yapon adalarının cənubudur. Çinin şərqidir. Ümumiyyətlə, bu ərazilər musson iqlimdədir. Buraların hamısı. Musson iqlim. Musson nədir? 6 ay yağıntılı, 6 ay quraq. Sonra danışırdıq nəydən? Mülayimdən. Mülayim iqlimin 4 fəsli var, 4 tipi var. Mülayim iqlimdə yay ayları adətən yağıntılı olur, qış aylarına nisbətən. Mülayimin dənizi deyəndə ağlımıza hara gəlir? Qərbi Avropa. Mülayimin
kontinentalı deyəndə ağlımıza hara gəlir? Şərqi Avropa düzənliyi. Mülayimi kəskini deyəndə ağlımıza haralar gəlir? Sibir. Mülayimi mussonu deyəndə ağlımıza haralar gəlir? Baxın, burada, bax bu şərq hissələr. Saxalin adasıdır, Yapon adalarının şimalıdır, Koreya yarımadasının şimalıdır. Burada Kamçatka mülayimin dənizidir. Aha, uşaqlar, demək, bu dediklərim bu qədər. Və salam.